Salam əziz şagirdlər, bugünkü dərsimiz əvəzliyin məna növləri. Nöqtələrin yerinə uyğun şəxs əvəzlikləri əlavə edib cümlələri oxuyaq. Seçimimizi əsaslandıraq. İstirahət günü dostlarımla görüşəcəm. Yəni, mən görüşəcəm. Biz feilin sonundakı şəkilçiyə nəzərən artıq bildik ki, mən görüşəcəyəm dedikdə şəxs əvəzliyi birinci şəxsin təki olmalıdır. Tədbirdə də iştirak etməliyik. Yəni, biz iştirak etməliyik. Yenə feilin şəxs şəkilçisinə nəzərən söhbətin bizdən getdiyini bildik. Üçüncü, siz bu barədə nə düşünürsünüz? Yenə də feilin şəxs şəkilçisinə diqqətlə baxırıq və burada da artırılan əvəzlik ikinci şəxsin cəmidir, siz. Növbəti tapşırığımız aşağıdakı cümlələrə hansı şəxs əvəzliklərini əlavə etmək olar? Yadda saxla, qalib gəlməməyimiz heç də həmişə uğursuzluq deyil. Bura sən yadda saxla və bizim qalib gəlməməyimiz desək, artıq şəxs əvəzliklərimiz məlum oldu. Sən, bizim. Qaçış sürətimi bilmək istəyirsən, sən bilmək istəyirsən. Yəni, ikinci şəxsin təki. Yarışda neçənci yeri tutmağımın heç bir fərqi yoxdur. Mənim neçənci yeri tutmağım, yəni birinci şəxsin təki. Bütün gücünüzü ortaya qoysanız, yəni siz qoysanız, sonda uğur qazanacağıq, yəni biz qazanacağıq. İstifadə olunan əvəzliklərə diqqət edin. Və sonuncu, həqiqətən qələbə üçün əlindən gələni etməyə çalışırdı. O etməyə çalışırdı. Növbəti tapşırığımız, işarə əvəzliklərini seçin, onların nəyə işarə etdiyini müəyyənləşdirin. A və B variantlarına diqqətlə baxaq. Keçən həftə kitabxanamızda tanınmış yazıçı ilə görüş oldu. Burada əvəzlik işlənməmişdi. Amma B variantında son dövrdə belə tədbirlər tez-tez keçirilir. Sual verək uşaqlar. Necə tədbirlər? Belə tədbirlər, yəni maraqlı tədbirlərdən söhbət gedə bilərdi. İkinci tapşırıqda 5A sinifində oxuyan uşaqların çoxu dərslərindən əla qiymətlər alır. Bu cümlədə də işarə əvəzliyi yoxdur, amma ikinci cümlədə o sinifin şagirdləri çalışqan və bacarıqlıdırlar. Hansı sinifin şagirdləri? O sinifin şagirdləri. Mükafatı alanların siyahısında mənim də adım var. Bu cümlədə də işarə əvəzliyi işlənməmişdi. İkinci cümlədə atam bu xəbəri eşidəndə çox sevinəcək. Hansı xəbəri? Bu xəbəri. Gördüyünüz kimi işarə əvəzlikləri hansı sualına cavab verdi. Növbəti tapşırığımız fərqləndirilmiş sözlərin əvəzinə sual əvəzliyi işlətməklə sual cümlələri yaradın. Onlar bizi şənliyə dəvət etmək istəyirlər. Kimi? Bizi. Qatar birazdan yola düşür. Nə vaxt? Birazdan. İkinci sırada boş yer var. Neçənci sırada? İkinci sırada. Yarışda məşhur idmançılar iştirak edəcəklər. Hansı idmançılar? Məşhur idmançılar. Sinifimizə yeni şagird gəldi. Hara gəldi? Sinifimizə gəldi. Rəşad yaxşı dostdur. Necə dostdur? Yaxşı dostdur. Kitab bilik mənbəyidir. Nə bilik mənbəyidir? Kitab. Növbəti tapşırığımız hansı cümlədə dəqiq bilinməyən, qeyri-müəyyən şəxs haqqında danışılır? Birinci cümləyə diqqət edək. Dünən o məktəbin divarına elan vurub. Burada üçüncü şəxsdən danışılır. Yəni, o üçüncü şəxsin təkidir. İkinci cümlədə isə dünən birisi məktəbin divarına elan vurub. Burada isə qeyri-müəyyən şəxsdir. Onun kim olduğunu bilmirik. Neçənci şəxsə aidliyi bilinmir. Uşaqlar, indi isə dil qaydamızla tanış olaq. Qeyri-müəyyən varlıqları bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Qeyri-müəyyən əvəzliklər kim, nə suallarına cavab verir. Kimsə qapını döyür. Kim qapını döyür? Kimsə. Hamı bu fikirlə razılaşdı. Kim? Hamı. Gördüyünüz kimi kimsə, hamı qeyri-müəyyən əvəzlikdir. Neçənci şəxsə aidliyi bilinmir. Tərkibində heç sözü olan və inkar mənası ifadə edən əvəzliklər də
qeyri-müəyyən əvəzlik sayılır. Məsələn, onun təklifini heç kim dəstəkləmədi. Kim dəstəkləmədi? Heç kim. Növbəti tapşırığımız nöqtələrin yerinə uyğun qeyri-müəyyən əvəzliklər işlətməklə cümlələri oxuyun. Bizə verilmiş əvəzliklər biri, heç nə, kimi, heç kəs. O, heç nə başa düşməmişdi. Heç kəs bilmədi ki, bu sözləri kim deyib? Biri mənim sualıma cavab versin. Və kimi kitab oxuyur, kimi televizora baxırdı. Siz qeyri-müəyyən əvəzlikləri cümlədə artıq işlətməyi bacaracaqsınız. Növbəti tapşırığımız. Cümlələrin birində fərqləndirilmiş söz hansı sualına cavab verir? Bizə 2 cümlə təqdim olunur. Hər otaqda təzə mebel vardı. Bu cümlədə hansı otaqda? Hər otaqda təzə mebel vardı. Bu cümlədəki əvəzlik uşaqlar hansı sualına cavab vermişdi? İkinci cümlədə isə hərə bir tərəfdə oturub dərs oxuyurdu. Burada isə kim sualına cavab verir? Kim? Hərə. Növbəti tapşırığımız dil qaydası uşaqlar. Təyin əvəzliklərə diqqət edək. Cümlədə ismə aid olub onu ümumi şəkildə təyin edən əvəzliklər təyin əvəzlikləri adlanır. Təyin əvəzliklər bunlardır. Öz, hər, bütün, filan. Təyin əvəzliklər necə, hansı suallarından birinə cavab verir? Biz bütün dərslərə yaxşı hazırlaşmışdıq. Biz hansı dərslərə? Bütün dərslərə yaxşı hazırlaşmışdıq. Öz təyin əvəzliyindən sonra gələn söz həmişə mənsubiyyə şəkilçisi qəbul edir. Bunu unutmayaq. Meyvələri öz bağımızdan dərmişəm. Növbəti tapşırığımız hansı cümlədə təyin əvəzliyi işlənmişdi? Kitabxanaya nə vaxt gedək? Bu cümlədə sual əvəzliyi var. Bu yerlərin təbiəti gözəldir. Burada isə işarə əvəzliyi var. Hər kəs öz arşını ilə ölçür. Burada isə öz əvəzliyi təyin əvəzlikdir. Onlar evə gec qayıtdılar. Burada isə şəxs əvəzliyi var. İçəridə kimsə var. Burada isə qeyri-müəyyən əvəzlik var. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.